Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi səlahiyyətləri daxilində Muxtar Respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhəri Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmayı Zeyqam oğluna məxsus yanacaq doldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, yanacaq doldurma məntəqəsində taxta konstruksiyalara oda davamlı məhlul hopdurulmayıb, elektrik naqilləri yanar konstruksiyaların üzəri ilə çəkilib, yanğın su hovuzu standartlara uyğun deyil, yanğın xəbərverici siqnalizasiya sistemi layihə sənədlərinə uyğun quraşdırılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Naxçıvan şəhəri Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmayı Zeyqam oğluna məxsus yanacaq doldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.